Bizim Sədanın bugünə və bu saata olan buraxılışı ilə studiyada mən Solmaz Süleymanlıdır. Xoş gördük sizləri. Necəsiz? Hər şey əladır, yoxsa bərbad? Hər bir halda artıq bizə baxmağa başlamısınızsa 100% əmin olun ki, hər şey super olacaq. Bəli, ilk süjetimizi də elə ünsiyyətdə olduğumuz vaxt söhbətimizə dad-duz qatan, onu şirinləşdirən, bəzən isə istiota çevirən işarələrdən danışacağıq. Hətta deyərdim ki, bu işarələrdən ağzımızı açıb söz demədiyimiz anlarda da çox istifadə edirik və bir-birimizi də çox yaxşı başa düşüb anlaya bilirik. Şəxsən mən saymışam, gün ərzində ən azı 40-50 dəfə bu işarələrdən istifadə edirəm. İstər görüşüb danışarkən, istərsə də virtual aləmdə. Bu işarələrin mənası və yaranma tarixi sizlər üçün də maraqlıdırsa, onda Leylanın sıradakı süjetini izləməyə dəyər. Gündəlik həyatda fikirlərimizi ifadə etmək üçün müxtəlif işarələrdən istifadə edirik. Amma heç fikirləşmirik ki, bu işarələr hardan, necə həyatımıza daxil olub və biz nə üçün onlardan istifadə edirik? Sən demə, bu işarələrin hər birinin öz maraqlı tarixçəsi və adı var. Gəlin görək paytaxt sakinləri necə, bu işarələrdən istifadə edirlərmi? Gülüş simaliklərindən əsas istifadə edirəm. Hansı işarələrdən istifadə edir? Gülmək, ağlamaq, öpmək. Gülmək simaylı, öpmək, ağlamaq. Müasir gənclər az qala çəkdirdikləri hər şəkildə Viktoriya işarəsindən istifadə edirlər. Heç bilirdiniz ki, bu işarədən ilk dəfə Winston Churchill istifadə edib. Hətta vəfat etməzdən öncə Churchill xəstəxanaya ona baş çəkməyə gələn eks-prezident Eisenhower da Viktoriya işarəsini göstərib. Sən necəsən? Yaxşı, sən necəsən? Sən nətərsən kameraya bax. Necəsən Nurlan? Sağ olsun. Kameraya əl elə. Bəli, Viktoriya işarəsi əksər ölkələrdə qələbə və sülh mənasını verir. Amma Böyük Britaniyada və Avstraliyada bu işarədən istifadə təhqir kimi qəbul olunur. Ona görə də Viktoriya işarəsini hansı ölkədə istifadə edəcəyinizin fərqinə varsaz yaxşı olar. Ət işarəsinin istifadəsinə isə ilk dəfə 1536-cı ildə Francesco Lapo adlı bir tacirin yazdığı məktubda rast gəlinib. Məktubda o, İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən ət işarəsindən istifadə edib. Çünki o zaman ət işarəsi ölçü vahidi hesab olunurdu. Hələ keçən əsrin 70-ci illərində o vaxt kompüterlərin texnologiyası, yəni kompüter rabitəsi hələ təzəcə yenicə formalaşan vaxtda kompüterlər arasındakı mübadilə yalnız fayllar vasitəsilə gedirdi. Heç bir mesajdan, heç bir məktubdan istifadə edilmirdi. Bu problemi 1971-ci ildə demək ARPA-nın Elmi Tədqiqat Agentliyində çalışan o vaxt gənc mütəxəssis proqramçı Ray Tomlinson həll etdi. Yeni demək öz məktubunu öz-özünə məktub yazarkən qısa bir ixtisardan, yəni ət işarəsindən istifadə etdi. İndi danışacağımız işarə isə demək olar ki, bütün dillərdə eyni mənanı ifadə edir. Tərcüməsi isə hər şey qaydasındadır deməkdir. ABŞ-ın 8-ci prezidenti olan Martin Van Buren'in ləqəbi olur. Old Kinderhook, onun doğulduğu Holland qəsəbəsi belə adlanırdı. Onun yenidən prezident seçilməyi üçün isə belə bir sloqan hazırlanır. Old Kinderhook is OK. Sosial şəbəkələrdə belə adlandırılan smayliklərdən geniş istifadə olunur. İnsanın əhval-ruhiyyəsini təsvir edən bu işarələrin doğum yeri isə Birləşmiş Ştatlar sayılır. Amerika Birləşmiş Ştatlarında demək yaşayan, yəni Pittsburgh şəhərində yaşayan filosof Feynman adı ilə bağlıdır. O demək öz duyğularını, emosiyalarını bildirmək üçün bu işarədən o öz duyğularını bildirmək üçün bu işarədən istifadə etmişdi. Hamısı da olmasa müəyyən işarələrin mənalarını sizlərə çatdırmaq istədik. Artıq siz OK, Viktoriya, ət, smayliklərin yaranma tarixindən xəbərdar oldunuz. Əgər daim istifadə etdiyiniz, amma mənasını bilmədiyiniz işarələr haqqında məlumat almaq istəyirsinizsə, o zaman bizimlə əlaqə saxlayın. Öyrənmək sizdən, cavab tapmaq bizdən. Leyla Abbasova, Rahim Mustafayev, Nurlan Şahbazov, Lider TV.
başa düşə bilmirəm ki, bu breakdans deyilən küçə rəqsi oynayanların bizim studiyamızda nə işi var? Yoxsa bunlar özlərini küçədə hiss edirlər? Əcəbdir də, hər küçədən keçənin rəqsini gətirir studiyaya ki, bəs iş bilmişəm. İşinizi, gücünüzü atın və bizə baxın. Əslinə qalsa, bu küçə rəqsi də olsa, deyim ki, artıq bizim qulaqlarımıza, gözlərimizə, evlərimizə qədər gəlib elə girib ki, çıxarmaq istəsən də mümkün deyil. İndi bütün gənclər bu rəqs növünü sevərək öyrənməyə çalışırlar. Bizdə də belə istedadlı gənclər çoxdur. Amma təəssüf ki, dünya breakdansçıları ilə müqayisədə geri qalırıq. Koreyada səfərdə olan əməkdaşımız Elnarə Dəriziyeva paytaxt Seulda keçirilən breakdans yarışının dünya çempionatına qatılıb. Orada nələr görüb, nələr eşidib, hansı həyəcanlı, adrenalin dolu anlar yaşayıb, bu barədə özü sizə danışsa yaxşıdır. İlk dəfə breakdans 1970-ci illərdə Amerikada meydana gəldi. Mənası küçə rəqsi deməkdir. Hip-hop mədəniyyətinin əsas komponenti olan breakdans New York şəhərindəki Afrika mənşəli Amerikalı gənclərin hərəkətlərindən ilhamlanaraq yaranır. O dövrlərdəki rəqib qruplaşmalar bir-birlərinə üstünlüklərini breakdansla sübut etməyə çalışırdılar. Ən çətin hərəkətləri edən rəqsçinin olduğu qrup o bölgədə üstün mövqeyə keçirdi. Hazırda əyləncə məqsədi daşıyan breakdans bütün dünyada məşhurdur və hər il dünya ölkələri öz finalçısını müəyyən edir. 10 ildən bir keçirilən breakdans çempionatı bu dəfə Cənubi Koreyada təşkil olundu. Dinamik rəqs stili olan breakdans yarışması bu 10 il ərzində 90 ölkədə keçirilib və finala 16 nəfər çıxıb. Finalda kimin qalib gələcəyini isə münsiflər heyətinin qərarı müəyyən edəcək. Münsiflər heyətinin 8 üzvü var. Onların hamısı vaxtilə breakdans üzrə dünya birincisi olan insanlardır. Elə finalçılar da çox istedadlı gənclərdir. Onların ölkə yarışlarında biz iştirak etmişik. Hər birinin özlərinə məxsus əl və bədən hərəkətləri var. Seçim etmək biz münsiflər heyəti üçün də çətin olacaq. Bəs iştirakçılar bu son final yarışından nə gözləyirlər? Onlar qalib gələcəklərinə əmindirlərmi? Mən Amerika Birləşmiş Ştatlarının San Diego ştatını təmsil edirəm. Ölkəmizdə keçirilən breakdans yarışmasında mən də 4-1 finala çıxdım. Və bugün Seulda təşkil olunan dünya çempionatında qalib gəlmək üçün əlimdən gələni etməyə çalışacağam. Mən uşaqlığımdan breakdansla məşğulam. 10 ildir ki, yarışlara qatılıram. Həm təmsil etdiyim Fransa, həm də dünya üzrə breakdansda qalib olmuşam. Amma bütün bunlar məni arxayın sala bilməyib. Üzərimdə kifayət qədər işləmişim. Mən bugün növbəti dəfə birincilik əldə etmək üçün buradayım. İlk dəfədir ki, belə bir yarışmaya ev sahibliyi edən Cənubi Koreyadan bu tədbirə 2 breakdansçı qatılıb. Bütün Koreyalıların ümidi isə Hong On adlı iştirakçıyadır. Məni dəstəkləyən mənim üçün bugün burada olan hər bir kəsi ürəkdən salamlayıram. Düzdür, finalçıların hər biri bu yarışmaya çox yaxşı hazırlaşırlar. Və demək olar ki, onların arasında ən gənci mənəm, amma buna baxmayaraq qalib gələcəyimə özümdə inam var. Beləliklə də gözlənilən final yarışına start verildi. Seul tədbirə möhtəşəm şou proqramla başladı. Daha sonra yarışın aparıcısı özünə məxsus tərzi ilə breakdans finalçılarını bir-bir səhnəyə çağırdı. Onların gəlişini tamaşaçılar yüksək coşqu ilə qarşıladılar. Yarışda Amerikanı 4, Fransa, Koreya, Yaponiyanı 2, Kolumbiya, Braziliya, İtaliya, Mərakeş, Niderland və Ukraynanı isə bir breakdansçı təmsil edirdi. 4 mərhələdən ibarət olan yarışın birinci mərhələsi olduqca həyəcanlı keçdi. Hər bir ölkə öz nümayəndəsinin növbəti mərhələyə çıxacağı anı səbirsizliklə gözləyir, alqışları ilə dəstək olmağa çalışırdılar. Turun nəticələrini isə münsiflər heyətinin qiymətləndirməsi müəyyən edirdi. Bu da başa çatan ikinci mərhələnin nəticələri. Üçüncü mərhələdə Fransanı təmsil edən Lilu həm yerlisi Munirlə, Koreyalı Wing isə öz həmvətəni Hong Onla qarşı-qarşıya gələcək.
Yarış çox möhtəşəm təşkil olunub. İştirakçıların hər biri dünyanın əjdaha breakdansçılarıdır. Burada 2 Koreyalı iştirak edir və bizim üçün fərqi yoxdur. Əsas odur ki, Koreya qalib gəlsin. Biz bugün Hong Onu dəstəkləmək üçün buradayıq. O çox istedadlı gəncdir və ümid edirik ki, bu yarışda qalib gəlib breakdans üzrə dünya birincisi olacaq. Üçüncü mərhələyə çıxan 4 finalçının hər biri öz istedadı və özünə məxsus breakdans hərəkətləri ilə dəfələrlə ölkə birinciliyini əldə ediblər. Hətta Munir 2004-cü ilin breakdans üzrə dünya çempionu da olub. Onu da qeyd edək ki, yarışda Hong Onu dəstəkləyənlər kimi Munirin də qalib gələcəyini düşünənlər kifayət qədər idi, elə mənim kimi. Beləliklə, 3-cü mərhələdə öz həyəcanlı sonluğu ilə başa çatdı. Munir ilə Hong Kong sonuncu, yəni final mərhələsinə çıxdılar. İndi kim qalib gələcək? Bu sual bütün tamaşaçıların ağlından keçsə də doğru cavabı müəyyən etmək çox çətin idi. Bu da son. Qalib gəlməyi bacaran uduzmağı da qəbul etməlidir. Koreyalı Hong Kong dünya çempionu oldu. Bu Munirin pərəstişkarlarını qəmgin etsə belə qalib gəlməyi bacaran uduzmağı da qəbul etməlidir. Və düşünəndə ki, Munir artıq breakdansda öz sözünü demiş, təsdiqləmiş bir breakdansçıdır, Hong Kong isə hələ çox gəncdir və gələcəyi qabaqdadır, o zaman bu qalibiyyəti də qəbul etmək olar. Necə deyərlər, gənclərə dəstək olmaq, həm də həmişə dəstək olmaq lazımdır. Elnarə Dərziyeva, Lider TV, Cənubi Koreya, Seul. Bax, bu yerdə deyiblər ki, əlinə bel ver, ayağıma yer. Gör sənə nə edirəm. Ötən gün Golf Federasiyasına yolu düşən Türkan elə meydançanı görər-görməz bu idman növünə vurulub. Hətta elə yerindəcə qərara alıb ki, bu idman əməlli başlı öyrənməli və dünya yarışlarına qatılmalıyam. Əlinə bir ağac alıb, bir dənə də şar. İşdə də sakit oturmur. Şarı qoyur dəhlizin bu başında yerə. Var gücü ilə elə vurur ki, dəhlizin o biri başındakı pəncərədən çölə düşür. Şüşələri sındırdığı bəs etmir. Hələ deyir, belə şey olmaz. Gərək mütləq dəhliz boyu 2 addımdan bir dəliklər açım. Yoxsa burada oyun oynaya bilmərəm. Deyirəm, ay qız, sən hara, golf hara? Axı sən jurnalistsən, sən əlinə ancaq qələm ala bilərsən, golf ağacı yox. Gəl bu daşı tök ətəyindən. Nə desə yaxşıdır. Bilirsən, solmaz. Onsuz da paxıllıq edənlər çoxdur. Sən də bu yandan başlama. Mən bu oyunu öyrənməliyəm, bəs salam, şit tamam. Nə deyə bilərəm ki? Türkan, Allah xeyir versin. Oyunu təbiətdə xüsusi olaraq düzəldilmiş sahədə qov çubuqları və kiçik sərt topla oynanılan oyundur. Oyunda əsas məqsəd müəyyən məsafəni minimal zərbələrlə qət etməklə topu oyuğa yerləşdirməkdir. Golf oyunu 7 əsr bundan əvvəl Şotlandiyada yaranıb. Əvvəlcə mini-golf kimi meydana çıxan bu idman növünün çobanlar tərəfindən yarandığı ehtimal olunur. Belə ki, onlar əl ağacı vasitəsilə dovşan yuvalarına daşları salaraq onları yuvadan çıxarmağa çalışıblar və golf oyunu da beləcə meydana gəlib. 14-cü əsrdə mövcud olan bu oyuna sonralar qadağalar qoyulsa da 19-cu əsrdə oyun öz müasir görünüşü ilə Şotlandiyada rəsmiləşdirilir və beləliklə golf 19-cu əsrin ortalarından etibarən digər ölkələrdə də inkişaf etməyə başlayır. Bu oyunu mənimsəmək üçün həddindən artıq çox praktik eləmək lazımdır. 4-cü delik 5 parlı delikdirsə, sən ora topu 6 cəhdə gətirməməlisən. Ən maksimum 5 cəhdə gətirməlisən. Bu da çox çətin sayılır. Çünki maneələr çoxdur. Bunkerlər var, su var, hündür ot var, alçaq ot, kolluq, ağac. Bu kimi çətinliklər var. Hazırda golf elitar idman növlərindən sayılır. Xüsusilə Amerika Birləşmiş Ştatlarında məşhur olan bu oyun üzrə Tiger Woods kimi tanınmış idmançı yetişib. Golf Azərbaycana xas olmayan bir oyun olsa da, bugün bu idman növünə olan maraq kifayət qədərdir və hazırda golfun inkişaf etdirilməsi üçün ölkəmizdə geniş meydançaya malik Golf Federasiyası da fəaliyyət göstərir. Azərbaycan Respublikasının Golf Federasiyası artıq 2 ildir ki, fəaliyyətə başlayıb. Bu 2 ildə yetərincə işlər görülür. Qubada olan Quba Milli Golf Klubunun açılışı, Bakıda olan Azərbaycan Golf Federasiyasının binası və Milli Golf Akademiyasının açılışı,
yerinə yetirilib. Hal-hazırda akademiya tərəfdən bizdə təlim proqramları başlanıb və xaricdən cəlb edilən PGA Professional təlimçilər tərəfindən bu kurslar aparılır. Qolf oyununun əsas tələbləri geyimin rahat, meydançanın isə geniş olmasıdır. Qolf sahəsi əsasən ideal yaşıl otla örtülməlidir. Burada top maneəsiz olaraq diyirlənir. Oyun 2 və 4 nəfər olmaqla komandalar və ya həvəskar oyuncular tərəfindən oynanılır. Təxmini belə demək olar, bir ay ərzində qolf oynaya bilərsən. Bir ay, yəni oynamamış insan gəlsə, bir ayda hardasa eləyir 7-8 dərs. 7-8 dərsə qolf oyununu oynaya bilirsən. Hər oyunda iştirakçı məhdud sayda olan 18 dəliyi keçməlidir. Bundan başqa, qolf üçün müəyyən olunmuş xüsusi qaydalar var ki, oyuna başlamadan əvvəl onları mütləq bilmək lazımdır. Təhlükəsizlik, düzgünlük, oyunun sürəti və oyunçu tərəfdən qolf meydançasının qorunmasını təmin etmək. Start nöqtəsində oyuna başlayan zaman əsas şərtlərdən biri duruşa düzgün əməl olunmalıdır. İkinci əsas şərt isə topu maksimum uzağa atmağı bacarmaq lazımdır. Torpaqda olan dəlik və oyun üçün nəzərdə tutulan meydança oyuq adlanır. Oyun zamanı qolf çubuqlarını düzgün seçmək, onlardan düzgün istifadəni bacarmaq isə oyunçunun peşəkarlığından xəbər verir. Ən əsas şey qolfda driver, yəni ilk vuruşdur. İlk vuruş start vuruşdur. Yəni bu hardasa 50%-i artıq həll edir oyunda. Driverla deməli istifadə çox önəmlidir. Yəni bununla özünüzə zədə də verə bilərsiniz. Çünki swing edərkən bədəniniz düzgün qaydada olmazsa, texniki olaraq düzgün qaydada olmazsa, siz artıq həm özünüzü zədələyə bilərsiniz, həm də oyununuzu poza bilərsiniz. Uzun məsafədirsə 7 nömrəli qolf çubuğu ilə davam edirik və ya 100 metrəyə yaxın bir şeydirsə, yəni məsafədirsə, hardasa 9 ilə 8 ilə davam edə bilərik. 6, 5, 4 onlar da uzaq məsafəyə işləyən qolf çubuqlarıdır. Bəs bu çubuq onlardan fərqlidir? Bəli, bu biraz gördüyünüz kimi xokkey çubuğuna oxşayır. Amma bunlar da çeşid-çeşiddir. Artıq bu da qolfçunun özünə görə, özündən çox asılıdır, yəni seçilməsi. Adı patterdir. Patter, yəni finish, artıq yəni oyunu bitirən bir qolf çubuğudur. Burada da çox önəmlidir. Çoxu qolfçular məhz bu vuruşa çox önəm verirlər. Çünki xal itirilməsi məhz bu anda baş verir. Həyəcan artıq son həddidir. Qolf yeganə idman növüdür ki, burada qələbə oyunda az xal qazanmaqla əldə edilir. Oyunun devizi ən az vuruşla ən uzun məsafəni qət edə bilməkdir. Topa yaxınlaşma çox önəmlidir. Yəni qolfçular arasında əgər topa öndən yaxınlaşsaq, artıq doğrudur. Keçib, arxadan yaxınlaşıb, sol ələ çubuğu alırıq, yəni qolf çubuğunu alırıq. Həmən o tee edilən top olan yerə yaxınlaşdırıb, ayaqlarımızın və məsafəni seçirik. Yerinizi bərpa edirsiniz. Biraz əyilməyiniz lazımdır, amma bel bükülməyəcək. Gözünüz topda olmalıdır. Çünki topda olmasa, hara vuracağınız və ya yönünü artıq təyin edə bilmərsiniz. Burada da oyuna köklənmək son hətta çox önəmlidir. Rəqibin rəqibə təsir etmək əsas məsələdir. Bəli. Kötü bir nəticə deyil qolfçu üçün. Çünki hər vuruş təbii ki, ovalığa girsə daha da yaxşı olar. Bu artıq bir xalın itirilməsi deməkdir. Amma ən azından pis bir nəticə deyil və dediyim kimi ən əsas qolfçu ruhdan düşməməlidir. Çünki bu vuruş belə alınmaya bilər. Oyun zamanı cərimələr də mövcuddur. Bu cərimələr oyunçunun topa vurduğu artıq zərbələrə görə hesablanır. İtirilmiş və ya meydançadan uçub gedən top cərimə və ya məsafədə itki ilə hesablanır. Əgər oyunçu başqasının topuna zərbə vurursa, onda o 2 zərbə ilə cərimələnir. Qolf üçün 3 mərhələdən ibarət olan oyun 4 saat ərzində yekunlaşır. Qolf oyunu təbiətdə oynanıldığı üçün bir növ istirahət oyunu sayılır. Oyuna başlamaq üçün oyun şərtlərini düzgün yerinə yetirmək, oyuna köklənmək və xoş əhval-ruhiyyədə olmaq kifayət edir. Türkan Mahmudova, Elşad Məmmədov, Lider TV.
ölürəm də bu qızıl brilyantdan ötürü. Bəh, göz qamaşdırır, düşmən evi yıxır. Yıxır nədir? Darmadağın edir. Elə ki bir toy filan oldu, ilk növbədə nə taxacağımı, nələrimi, hansı qızıllarımı nümayiş etdirəcəyimi fikirləşirəm. Bəs necə? Bəyəm toyda olanda fikir verməmişsiniz ki, adamın əl qoluna, sinəsinə, qulağına baxırlar. Filənkəs görəsən nə taxır? Filənkəsin taxdığı brilyantın karatı görəsən nə qədərdir? Soruşan gərək ki, bundan sənə nə? Amma iş ondadır ki, sənin qızılın haqqında başqalarından soruşurlar, səndən yox. Nəysə, elə mən də belələrinin acığına özümə söz vermişəm ki, əlimə pul düşdümü, ancaq qızıl zinət əşyaları alım. Bir də ki, bunun nəyi pisdir? İnsanın var dövləti onun qızılı olar da. Deyəsən, əməkdaşımız Aytən də yaman qızıl həvəskarıdır. Belə olmasaydı, ən qəşəng, bahalı qızılı tapmaqdan ötürü bütün Bakını bir-birinə vurub zərgərlərin nəsil nəcabətini araşdırmazdı. Zərgərlik sənəti Azərbaycanda məhəlli xüsusiyyəti daşımayıb. Əksinə, müsəlman şərqində iz buraxmış zərgərləri məhz bu torpaq yetişdirib. Bizim zərgərlik sənətində istifadə olunan elementlər hamısının qədim kökləri var. Hətta mən deyim ki, orada istifadə olunan dekorativ elementlərin, cizgilərin, bəzəklərin, hər hansı fiqurların, deyək ki, onlar adətən bitki mənşəli və ya heyvan mənşəli ola bilirlər və onların hər birinin özünün mifoloji kökləri və qaynaqları var. Bakıda zərgərlərin məskunlaşdığı ayrıca bir küçə də var idi. Bax elə biz indi həmin Zərgər Palan küçəsindəyik. Bakının ən məşhur, belə desək, MDB məkanında Sovet ölkələri arasında öz sənəti ilə ad çıxarmış zərgərləri məhz bu küçədən çıxıb. Zərgər Palandakı zərgərlər şəbəkə ilə zinət əşyaları ərsəyə gətiriblər. Onların arasında elə zərgərlər olub ki, o dövrün neft maqnatlarından tutmuş, tanınmış siyasi xadimlərinə kimi zinət əşyaları düzəldiblər. Zərgər Böyüyağa, Zərgər Qərib, Zərgər Balarəhim və Ağarəhim qardaşları, Zərgər Yaşar və digərlərini buna misal göstərmək olar. Zərgər Böyüyağa bu keçən əsrin 10-cu illərində yaşayıb, birinci 10 illiyində yaşayıb və o bir günlərim Hacı Zeynalabdin Tağıyev bunun yanına gəlir və bəli, öz faytoncusunu göndərir ki, bunu yanına gətirsinlər. Bu da minir faytona Zərgər Palanda özünün emalatxanası olub və emalatxanadan gedir, hansı ki, bugün Azərbaycan Tarixi Muzeyi yerləşən həmin binaya gedir, Hacı orada otururdu, öz malikanəsində və öz xatirələrində deyir ki, bunu mənə nəvəsi danışıbdır, Zərgər Böyüyağanın nəvəsi. Deyir ki, Hacı bunu həmin salon, həmin o güzgülü salondakı, hansı ki, öz xanımı üçün tikmişdi, həmin salonda qarşılayır. Bu özünü itirir ki, görəsən Bakının ən varlı milyoneri məni nə üçün çağırıb? Deyir ki, qorxma, mən səni bura dəvət eləmişəm ki, mənim qızlarım üçün qızıldan şəbəkə başmaqlar düzəldəsən. Və şəbəkədən qızıl başmaqlar hazırlayırlar. Böyüyağanın əl işləri olur bu. Üstü zümrüdlərlə bəzənir, özü şəbəkə ilə hazırlanır ki, bu da yəni yadda qalan bir hadisədir. Bu zərgərlər təkcə Azərbaycanda tanınmayıblar. Öz bacarıqları ilə digər Sovet ölkələrində də şöhrət tapıblar. O sənətkarlar bir də gəlməz bu dünyaya deməyin. Çünki Azərbaycanda istedadlı zərgərlər ordusu var. Elə o sənətkarlardan biri də Bayram dayıdır. O, 45 ildir ki, əlinin qabarı ilə, necə deyərlər, qızıla gözəllik verib, onu zinət əşyasına çevirir. İndi əl işinə baxan yoxdur, qiymət verən yoxdur qızıl. Gəlirlər, düzəldirlər, amma qiymət vermirlər ki, bunu əziyyətlə çəkilib. Elə demək olar ki, bir dənə üzüyü yığırsan, onu əllə bir dənə yorulsan, dişlərini, qaş yerini açırsan, otuzursan, skameykalarını düzəldirsən. İndi lityolar çıxıb, tökürlər, tak hazır götürüb işləyirlər. Amma qabaq lityo yox idi, hamısını əllə işləyirdi. Əllərimiz qəbər olardı bizim. Bayram dayı deyir ki, zərgər hər şeydən əvvəl işini haram qatmamalıdır. Çünki indiki zamanda bəzi zərgərlər qızılın tərkibini dəyişdirib, alıcıları aldatmaqla məşğuldur. Belələri unutmasınlar ki, bu peşə
həmişə çörək verir və haramçılığı qətiyyən sevmir. Hər gün çörəyim var. Ölməz sənətdir. Heç vaxt ölməyəcək bu sənət. Neçə yüzillər bundan qabaq gələn sənətlərdir. Mənim anam da zərgər olub, atam da zərgər olub. Biz hələ zərgərliklə çıxıb gəlmişik, indinin özünə kimi mən də zərgəram. Oğlum da zərgərdir. Bizim əsl zərgər əli təmiz olmalıdır, vicdanı təmiz olmalıdır, qızılı təmiz olmalıdır, ona haram qatmamalıdır. Haramçıl gərək olmasın zərgər işində. İndiki çox cavanlar görürsən ki, bir arada buraxdılar, gümüşü götürdülər, qoydular, qızılın üstüne satdılar. Onlar olmaz qızım, haramdır. O birinci növdə tərəzün də düz olmalıdır, əlin də düz olmalıdır mənim balam. Alıcılıq qabiliyyətinə görə də ölkə əhalisinin qızıla tələbatı yüksəkdir. Belə ki, baş çəkdiyimiz ticarət mərkəzlərində iynə atsan yerə düşməzdi. Toy edəni kim, nişan aparanı kim, özü üçün kisələrə qızıl yığanı kim. Qızılı zövqünüzə uyğun alsınız, yoxsa cibinizə uyğun? Zövqünə uyğun. Hansı forma etibarilə hansı zinət əşyalarına üstünlük verirsiniz? Köhnə rasiski, köhnə sovet malları. Zövqə uyğun, cibə uyğun ikisinə də. Pulun fərqi yoxdur. Təbii pulun fərqi həmişə olub. Hamı istəyir ki, ucuz və gözəl bir şeylər alsın. Zərgər peşəsi gözəlliklə yanaşı, çətinlik və məsuliyyəti də öz üzərində daşıyır. Onda deyək ki, çətinliklə başa gəlməyən işin də gözəlliyi olmaz deyiblər. Və unutmayaq ki, gözəl iş ortaya qoymaq üçün zərgər olmaq da mütləq deyil. Atalar demişkən, çalışqan əl nəyə dəysə qızıl olar. Aytən İvanova, Elşad Məmmədov, Ceyhun Mustafayev, Lider TV. Verilişimizin 64-cü sayını da beləcə başa vurduq. Gələn bazar əməkdaşımız Elçinin təqdimatında bizim sərdanın 65-ci buraxılışını izləməyi unutmayın. Sağ olun, salamat qalın.